Detektivlərimiz ayaq üstədir. Təəccüblüdülər. Söz doludular. Nigar xanım, sizcə dəniz maskası arxasında kimdir? Nanə ola bilər, Pərvin Əbiyeva da ola bilər. Murad Arif, kimdir maska arxasında? Valla mən bu günləri ağlıma gələn variant çox xoşuma gəldi. Hansı? Mən də elə o variantın üzərində dayanacağım. Bu dəniz gözlü xatundur. Xatun. Kamilə Babayeva. Mən də elə öz versiyamda qalım. Daha elə bu verilişi o adla başlamışdımsa o adla da bitirim. Düzdür, onu çox sevirəm. Mən elə gəlir ki, Dilarə Əliyevadır. Kosmosdan bəs nə deyirlər? Kosmos nəsə mənlə əlaqəyə girmir. Çünki bizim artıq yad planetlimiz var. Professor. Valla mən də öz fikrimdə qalıram. İstəyərdim başqa adam çıxsın içindən, amma gəl mən öz fikrimə hörmət edeyim. Oradan çıxacaq Roza. Coşqun bəy, elə biz də sizin fikrinizə hörmət edirik. Faiq Ağayev. Can, mənə elə gəlir ki, bax bu əndama, bu bədənə, bu formaya, bu bayaqdan orada dingildəməyə 2 nəfər ancaq oxşar ola bilər. Kim? Biri xatundur, mən həmkarım Muradla tam razıyam. İkincisi də məni çox sevindirərdi, çox əyləndirərdi əgər oradan Elza Seycan çıxsaydı. Mən belə başa düşdüm ki, bütün detektivlər müxtəlif adlar dilər. Sizdən aranızdan bilən var, sizcə kimdir? Maska arxasında. Elza? Roza? Heç kəs bilmir. Detektivlər də bilmir. Heç mən də bilmirəm. Bəs kimsən sən? 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 Dilarə. Dilarə. Başı bağlıdır. Kimdir bu? Güneş Mehdizadə! Aktrisamız! Demək keçən mövsümdə Vətəndaş- bəlkə 50 dəfə Aa. demişdim Günəş. Bu dəfə ağlıma da gəlmədi. Amma bu o deməkdir ki, bizi çox məharətlə anladıb ki, heç adı ağlımızın ucundan belə keçməyib Günəşin. Gör necə bizi Güneş anladı. Təgin və Almaz rolu hər kəsin yaddaşında qalan. Doğrudan da çox gözəl Günəş səsin var xanım. Günəş. Təbrik edirəm səni. Bu sferada da özünü sına. Sen verseydin sınayacaqdım biraz da. Yo, yetəri qədərsin. Səni görən gördü artıq. Bu dəfə heç də deməmişdim. Günəş xanım, mənim üçün həyatda ilk dəfədir belə bir fürsət yaranır və biz sizlə bir məkandayıq və çox böyük heyrət, sevgi ilə sizin çəkildiyiniz Vətəndaş A serialını izlədim. Hər xarakteriniz, hər mimikanız, ötürdüyünüz hər bir epizodda olan inanılmaz, təkrarsız enerji məni valeh etdi. Çox təəssüf edirəm ki, maska çərçivəsində yolunuz buraya qədərdir. Amma nə yaxşı ki, fürsətimiz var. Sizin peşəkarlığınıza sevgimizi ifadə edək. Təşəkkürlər sizə. Sağ olun. Mən təşəkkür eləyirəm əslində ictimai televiziyasına, bütün kollektivə ki, bu cür gözəl, möhtəşəm layihənin bir parçası oldum. Özümü başqa tərəfdən tanıdım. Və maskanın içərisində həqiqətən də biraz çətindir maskanı daşımaq, amma o qədər yəni sən özünün başqa istedadlarını və başqa tərəflərini kəşf eləyə bilirsən və mən bu imkanı yaşadığıma görə xoşbəxtəm. Sonra deyirsiniz ki, dəniz çəkilir. Bax, qoymadınız da oxumağa, ona görə gedib çəkilirəm. Bravo. Güneş xanım bizə danışın. Kiraya Baxın, yaşayırsınız siz səhnəyə Günəş gələndə- xanım, yoxsa Necə? qəza keçirmisiniz, yoxsa kiraya qalırsınız? Qəza keçirmişəm. Amma mənə də imkan düşmüşkən, mən də ilk dəfədir ki, üzbəsürət Günəş xanımla rastlaşıram. Sizə cəmi 3 söz deyəcəm. Daha doğrusu 2, daha da İki. azaldım. İstedadınıza alqış. İstedadınıza alqış.
Günəş xanım, özünüzü maska arxasında necə hiss edirdiniz? Baxın, bura gəlirdiniz, detektivlər axtarırdılar sizi. Təbii ki, ifalar, heç kim gözləmirdi sizdən bu ifaları. Necə hiss edirdiniz? Siz öz hisslərinizi bizimlə bölüşün. Hisslərim çox dəyişik, fərqli hisslər. Birincisi, ilk bu seçim mərhələsinə qalanda özümü yenidən qabiliyyət imtahanında hiss elədim ki, yəni yenə də seçilməliyəm və o həyəcan gəlmişdi mənə ki, yəni görəsən seçiləcəmmi, seçilməyəcəmmi? Sonra... Bəs hansı versiyalardan qıcıqlandınız? Hansı versiyalar sizi xoşhal etdi? Çox maraqlı. Çünki adlar çəkirdi. Bu bir səhifə yazmışam. Roza O səhifədə yox idi ya. Günəş xanımın adı yox Günəş idi. xanımın adı yox idi. Samir İlk Bağırovdan başlarda biraz başlayaraq. Kamilə yaxınlaşdı aktrisa mövzusuna. Həcər Sonradan demişdi. ama- Bilsən nə maraqlıdır Günəş? Bunu düzdür həyəcanlandım, bayaq çox tez ifadə elədim fikrimi. Keçən mövsüm mən demək olar ki, hər bir maskadan Günəş təqin deyirdim. Günəş təqin. Bu mövsüm elə bil ki, hələ də sənin adın mənim ağlıma gəlmirdi. Yaxşı aldatdılar da, yaxşı aldatdı da Günəş. Məharətlə Məharətlə aldatdı. Amma işin yox, belə bir öhdəsindən gələ bildin. Təşəkkürlər. belə bir hissiyat var ki, kaş adımı çəksinlər, tanısınlar. Yoxsa sevinirdiniz ki, tapa bilmirdik. Hissiyat Əslində yox, yan keçəndə sevinirdim ki, yəni tapılmıram da. Aldada Yəni bilmişəm tamam də. başqa, hə. Çünki ilk başlarda bugün ümumiyyətlə aktrisa söhbəti olmadı. Ancaq müğənnilərə Sizi şeydi. Elza Seyidcahana bənzədəndə hansı hissləri keçirdiniz? Aktrisa söhbəti bu günlər var idi, sadəcə Həcər Ağayeva deyildi. Bir də Dilarə Bəli. xanım özü. bir də Dilarə Əliyeva. Pərvin Bəli, Əliyeва bəli. mən demişdim. 3 nəfəri dedi. Hə, var amma idi, hə. Günəş xan, bu səs hardandır? əlim nanə. Səssiz kəşf elədilər Amma- məndə. Hətta məni ürəkləndirdilər ki, sizin çox gözəl musiqi duyumunuz var. Düzdür, çox böyük səs imkanlarım yoxdur, amma nə bilim. Mən sizə aktyorluq karyerasında uğurlar arzuluyorum. Çox gözəl aktrisasınız. Çox sağ olun. Yəni doğrudan da peşənizin öhdəsindən məharətlə gəlirsiniz. Təşəkkür edirəm. Bu da bir peşədir, bu da bir hobbidir. Bunun da öhdəsindən çox gözəl gəldi. Qarşılayın. Təbrik edirəm mən sizi. Yeni ifaçı gəlir. Günəş Aha, bir Təgin. xahişim Və var. təbii ki, onun ifasını Aha. işləyəcək. Maska Show'da. Buyurun bir Murad. şey deyə bilərəm. Bilmirəm, indi belə bir imkanımız var. Bəlkə birinci buraxılışda oxuduğunuz Papa Mama icazə vermir. Mən onu oxuyasınız. təklif eləmişdim ki, onu Biz də onu oxuyum. istəyirik, hə? Azərbaycan dilində gözəl bir nəğmə Bəli, səslənsin. dəyişik. Əslində hansı nəğmə olursa olsun, biz artıq bax o papaqsız, Olar, o üz olar. örtüyü olmadan Əgər detektivlər Dəniz nəğməsi. istəyirlərsə, olsun Dəniz o nəğməsi. mahnı. Ura! Hər birinizə ən sirli şou Maskaya biraz da yaxın olmağa dəvət edirik. Maska Show İctimai Televiziyanın efirində. Papa mama icazə ver mənə. Bu gecə gedim dənizə. Orada gözləyir rəfiqələr məni. Orada unuduram mən qəmi kədəri. Gün çıxdı, gəldi yay. Benimki dənizdi, əvəz etmir onu çay. Yay 90 günlük əyləncə. Bu dəqiqələrdən başladı zənnimcə. Səhərləri açıram mən sahildə. Doğma Xəzərin qoynunda üzürəm. Üzümə vurur soyuq ləpələr. Gözləyir məni nələr nələr. Azərbaycanca dəniz. Rəqs edirik biz. Azərbaycanca dəniz. Rəqs edirik biz. Papa mama icazə ver mənə. Bu
Bu gece gedim dənizə, orada gözləyir rəfiqələr məni. Orada unuduram mən qəmi kədəri. Azərbaycan